Sizcə akselmat nəyə deyilir? Akselmat nədir ümumiyyətlə və epalet nədir? Bax bu şəkildə gördüyünüz əsgərin bax bu paltarında olan bu kəndirə akselmat deyilir. Akselmat xüsusi bir hərbi geyimdə bir bəzək növüdür. Lakin bu nə zaman yaranır? Bir çox tarixçilər belə hesab edir ki, akselmatların yaranmasının səbəbi Niderland Burj inqilabında İspaniya qarşı çıxan partizanların edam olunmağa hazır olduqlarını göstərən bir kəndirdir ki, çiynindən belə sallayırdılar. Və onu da fəxrlə gəzdirirdilər. Lakin sonraki tarixçilər belə hesab elədilər ki, 30 illik müharibə dövründə İspan muşketyorları fitil uzun olduğuna görə muşketin fitili onun çiyinlərinə doluyurmuşlar. 18-ci əsrin 40-cı illərindənsə həmin akselbantları İngilis hərbiçiləri öz belə desək rütbələrini göstərmək üçün istifadə etməyə başladılar. Müasir formada isə akselbant parad formasıdır. Epalet sözü hardan gəlir? Bu tam başqa bir sözdən irəli gəlir. Belə ki, patrondaşı çiynindən belə aşırırdılar fransızlar. 17-ci əsrdə həmin o patrondaşı yuxarıda bərkitmək üçün xüsusi belə bütöv düyün qoyurdular. Bəzi hallarda bu düyünün üzərinə də xüsusi belə düz bir şey qoyurdular ki, onu güllədən qorusun. Və buna epalet deyirlər. Aksel band sözünün də mənası çiyinə qoyulan lent, epalet sözünün də mənası məhz çiyin deməkdir. Sonraki dövrdə isə Fransa ordusunda, yəni 18-ci əsrin əvvəllərində Fransa ordusunda artıq epaletlərdən hərbi rütbələri göstərmək üçün istifadə olundu. Rus ordusunda isə bunlara paqon deyilirdi. Belə paqonu isə 1-ci Pyotrun dövründə fruzilyollar deyilən bir əsgər növü vardı ki, bunlar istifadə edirdilər. Onlar çiyinlərinə onu qoyurdular ki, kəndiri çiyinlərində daşıyanda kəndir onların çiyinlərini ağrıtmasın. Və bunlara paqon deyilirdi. Paqaniyyət sözündən, sürümək və yaxud itələmək sözündən gəlir. Və sonraki dövrlərdə, yəni 18-ci əsrin sonlarında isə bu hərbi rütbəni göstərən əlamətə çevrildi.